nəsə sualınız da olsa, əgər nəsə sualınız olsa, mütləq mənə, yəni burada yazıb mən cavablayaram. Deməli, aranızda müəllim olanlar var burada. Bəli. Nə müəlliməsiz? Fransız dili müəlliməsi. Fransız dili. Siz özünüz Bəli, mən də. istəmisiniz? Bakı Slavyan Universitetində təhsil alıram elə. 3-cü kurs tələbəsi. Nə gözəl, nə gözəl. Belə öz istəyinizlə girmisiniz? Yəni bir xəyalınız idi ora girmək, yəni sırf bu ixtisasa. Müəyyən məqsədlər üçün bəli. Tamam. Yəni razısınız öz belə deyək də öz ixtisasınızdan. Razıyam. Çinara xanım, siz ingilis dili müəlliməsisiniz. Siz də öz istəyinizdən qəbul olmusunuz. Uzun muydu bu peşədə çalışmaq? Nə gözəl. Əla. Onda mən belə başa düşdüm. Çox adam burada yəni öz istəyi ilə qəbul olub və bir arzusuyla ora qəbul olmaq, yəni sırf bu ixtisasa. Ümumiyyətlə bizim bugünkü təlimin məqsədi ümumiyyətlə müasir müəllimlik bacarıqlardır. Yəni ki, biz müqayisə edəcəyik əvvəlki müəllimlər, indiki müəllimlər, təhsil necə dəyişilib və indiki müəllimlər niyə müəllim olmaq istəyirlər, niyə müəllimdirlər və yəni bu ixtisas ümumiyyətlə çoxmu önəmlidir bizim ölkəmizdə və belə deyim də çoxmu adam öz peşəsini sevərək işləyir. Ədəbiyyat müəllimiyəm, nə gözəl. Siz də Nurayna xanım öz istəyinizdən qəbul olmusunuz? Sevirsiniz peşənizi? Bəli, mən 30 il stajım var. Wow, Yəni nə ənənəvi gözəl. metodla da dərs keçirmişəm. İndi də kurikulum üsulundan keçirəm dərsləri. Çox möhtəşəm. Sağ olun, mən öz istəyimlə müəllim olmaq istəməyimə baxmayaraq indi sahəmi dəyişmək istəyirəm. Düzü səbəb belə çox şeylər də, situasiyalar da olur ki, bəs çox adam qəbul olur müəllimliyə və sonra deyir ki, peşmanam, istəmirəm, sevmirəm ixtisasınızı. Müəllimə ola bilsin ki, həmin adam sevib təsadüf nəticəsində qəbul olub. Əgər həqiqətən sevib müəllim olan insan ömrünü elə o yolda da cəfa verir. Yəni şagirdlərinin yolunda cəfakeş olur. Sözsüz, düzdür. Əlbəttə ki, elədir. Zaten bir çox mənə Instagramdan da bir neçə dəfə yazmışdılar ki, bəs mən rus dili müəlliməsiyəm, rus dilini tədris edirəm. Bəs soruşurlar ki, rus dilindən dərs keçirsiniz? Deyirəm, hə. Deyirlər ki, bəs mən müəllimliyə qəbul olmuşam, rus dili müəllimliyinə qəbul olmuşam o ixtisasa, amma ixtisasdan heç bir anlayışım yoxdur, rus dilinə heç bir anlayışım da yoxdur. Deyirlər ki, rus dilini öyrənmək istəyirlər. Səbəb odur ki, nə qədər çalışsam da ilk imtahan o qədər çətinləşib ki, keçmək olmur. Çox təəssüflər ki, bəli, elədir. Bugün universitetdə də bizim müəllimimiz danışmışdı. Bəs imtahanı daha da çox çətin eləyiblər, bəs keçmək də olmur. Çox müəllim də yəni qıraqda qalır. Bu da həvəsimi çox azaldır. Əlbəttə ki, əlbəttə ki. Belə deyim də, elə müəllimlər var ki, qəbul olurlar və sonra bitirirlər universiteti və sonra başını buraxırlar da, yəni belə deyim ki, bəs uje lazım deyil, nə bilim, imtahan vermək istəmirəm, zaten bu ixtisasımı sevmirəm. Amma elə müəllimlər də var ki, zaten sevmirlər ixtisaslarını, yəni o işləmək istəmirlər. Amma yenə də imtahan verib yüksək bal toplayıb yenə də gedib məktəbdə işləyirlər, nə bilim, kursda işləyirlər və yaxud özləri üçün bir kurs da açırlar. Bu da çox əslində, sizcə bu motivasiyadır, yoxsa disiplindir? Yəni belə deyək də, bir çox adam deyir ki, mən ixtisasımı sevmirəm, amma işləyirəm. Amma kimsə deyir ki, mən işləyirəm və ixtisasımı da sevirəm. Bu disiplindanmı asılıdır, yoxsa motivasiyadan? Məncə motivasiyadan asılıdır. Motivasiyadan.
motivasiyadan ola bilər, düzdür. Amma insanı nəsə həvəsləndirirsə, o zaten sırf müəyyən bir peşə üzrə gedir də, yəni bir peşəni öyrənir, bir işi öyrənir, sonra gedir işləməyə. Bu motivasiyadır ya da disiplindirmi? Nəyə görə çox adam həvəslənir, çox düzdür. Am, Sizcə müasir müəllimi ənənəvi müəllimlərdən fərqlərdən yəni nədir? Yəni fərqi nədir müasir müəllimlər və əvvəlki müəllimlərin yəni aralarında fərqləri nədir? Müəllimə, müasir müəllim texnologiyanı daha yaxşı bilməlidir, İKT-dən daha yaxşı istifadə eləməlidir. Ənənəvi müəllimlər isə belə deyildi də. Mən o dövrdə də işləmişəm, bu dövrdə də işləmişəm. İndi çox vaxt proyektorlarla dərs keçirik. O vaxt yəni ki, testi daha da asan ki, biraz da yəni çox işləsinlər. Amma ki, ənənəvi müəllimdə belə şeylər yox idi. Bəli, Uşağa daha çox söhbət fikir veririk də, yaradıcı yanaşsın deyə dərsə. Amma ənənəvidə belə yox idi. bəli yox idi. Əvvəllər mənə deyirdilər, elə evdə də deyirlər ki, bəs müəllim var idi, müəllim şagirdi də döyürdü də, nəsə artıq bir söz də aradı deyirdi də, qorxuzurdu ki, bəs valideynivə də deyəcəm, elə də eləyəcəm, belə də eləyəcəm. Amma indiki müəllimlər elə deyillər. Ümumiyyətlə icazə yoxdur. Şagirdə, yəni şagirdin üstünə də heç qışqıra bilmirsən ki, yəni məsələn sakit dur, düz otur, dərsi pozma. Sizcə belə şeylər yəni nədən əmələ gəlir? Niyə belə dəyişilib? Baxımdan düzdür. Sonra bir həm Günay xanım, siz yazdınız 2 il müddətli müqavilə ilə işləmişəm ayrı-ayrı məktəblərdə. Sonra 5-6 il ara verdim. İndi isə imtahandan keçə bilmirəm. Düzdür, peşəmə sənətimə ara verməyim mənim səhvimdir, ancaq buna da müəyyən həyat səhvləri ilə razı oldum. İnsanı zaten motivasiyadan salan elə odur ki, məsələn, tələbələri də elə imtahan həvəsdən salır. Birinci il qəbul olunurlar, ikinci il qəbul olunurlar, üçüncü ildə qəbul ucu deyirlər ki, mən də bu ilə bitirdim. Müasir müəllim texnologiya yaxşı bilsə rahat olar. Əlbəttə ki, əvvəllər sadəcə yəni müəllim olurdu. Bir dənə kitab, sadəcə kitabla dərs deyirdilər. Filan səhifəni aç, filan mövzudur. Dərs ondan da bitdi. Amma indi bizə necə öyrədirlər universitetdə? Deyirlər ki, kompüterdən də istifadə etməlisiniz, YouTube'dan da istifadə etməlisiniz, fərqli-fərqli kitablardan da istifadə etməlisiniz. Sonra iş dəftərlərindən istifadə etməlisiniz. Yəni fərqli-fərqli yanaşmalarla hər şeydən istifadə etmək lazımdır ki, şagird səni sevsin, sonra da sənin fənnini də sevsin. Yəni motivasiya olmalıdır sənin dərsində iştirak etmək üçün. Valideynlərin. Amma mən belə düşünürəm ki, müasir müəllimlərin işi daha çətindir. Öz karyeralarından çevrələnmək üçün və zaten telefona həvəsli olan uşaqların diqqətini tələbə çevirmək üçün daha maraqlı metodlardan istifadə etməlidir. Bəli, dediyim kimi, fərqli-fərqli metodlardan istifadə etməlidirlər, bu mütləqdir. Çünki sonra da görürlər ki, müəllim dərsi yaxşı idarə eləmir, ancaq kitabla keçir, mənim uşağımın həvəsi yoxdur. Ümumiyyətlə dərsə qoşulmağa, deməli müəllim pisdir. Əslində elə deyil. Əvvəllər necə bəs uşaqlar oxuyurdular, şagirdlər necə dərsdə otururdular. Bir dənə kitab, bir dənə də müəllim. Müəllim lazım oldu. Sözünü də deyirdi, qışqırırdı da. Belə situasiyalar yəni çox baş verirdi. Yəni çox olurdu. Müasir dərs mühitində hər uşaqlara çalışılmalıdır. Onun üçün də mühitdə uşaqların da genel verilir. Bəli. Onların danışığına çox üstünlük verilir. Yəni ki, biz deyirlər ki, məsələn, əvvəllər elə yox, elə deyildi də. Şagird öz fikrini rahat şəkildə yəni deyə bilmirdi, müəllimdən çəkinirdi, əlavə nəsə sual da verə bilmirdi. Amma indi tamamilə yəni tərsinədir. Əvvəllər müəllim yönümlülük idi, indi şagird yönümlülükdür. İndi şagirdə daha çox üstünlük verilir ki, özü sərbəst öz fikrini yürütə bilsin.
araşdırma apara bilsin. Biz də onu, yəni ki, araşdırmasına fikir veririk ki, görək necə işləyəcək, necə cavab verəcək. Amma əvvəllər belə deyildi axı. Həm də texnologiya getdikcə inkişaf elədikcə, mən 95-ci ildən işləyirəm də, bu kompüter əsri getdikcə inkişaf elədikcə uşaqlara da böyük təsir göstərir, gənc nəslə də böyük təsir göstərir. Əvvəllər biz məntiq dərsi bilmirdik nə olandı. İndi bu dəqiqə məntiqə daha çox üstünlük verilir. Məsələn, kurikulum üsulundan keçirik, artıq proqram çox dəyişilib. Proqram dəyişiləndə də şagirdə də başqa cür münasibət bəsləyəsən gərək. Amma belə bir şey var ki, mən düşünürəm ki, kurikulum ümumiyyətlə bizim ölkəmiz üçün deyil. Çünki mən kurikulum qaydalarına görə sinifdə maksimum 20-25 nəfər olmalıdır. Amma fikir vermirsə siniflərdə neçə şagird oturur? 40, 50 və sən hər birinə də yəni как называется? Hərəyə fərqli yanaşmalısan. Yəni başa düşməlisən ki, bu şagirdin xasiyyəti budur, bu şagirdin problemi budur, bu şagird yəni xasiyyəti elədir, xarakteri elədir. Yəni hər kəsə fərqli yanaşmalıyıq ki, çünki sonra da müəllimin üstünə gəlirlər ki, müəllim mənim uşağım qıraqda qalıb, rahatda dərsi başa düşmür. Amma kurikulum qaydalarına görə də əslində bu qədər çox kitablar olmamalıdır. Hər siniflərdə kompüterlər olmalıdır. O hər kəsdə əgər düz bilirəmsə, planşetlər falan olmalıdır. Onlar girib kitablara oradan baxmalıdırlar. Çünki kitablar ağırdılar və sağlamlıqlarına da yəni çox təsir edir. Uşağı da əvvəlki dövrdə eyni deyil qətiyyən. Əlbəttə ki, elədir. Sosial şəbəkələr, hər kəsin indi yəni hər şagirdin əlində indi bir dənə yox iPhone-dan, Samsung-dan, yəni hər şeydən var. Qız uşaqlar da dırnaqla gəlirlər, makiyajla gəlirlər, saçlarını nə bilim toplamamış gəlirlər. Onlar hal-hazırda çox fərqli düşünürlər. Yəni yəni mən də birinci sinifdə oxumuşam, ikinci sinifdə oxumuşam. Yəni bizdə elə bir şey yox idi. Mən heç ağlıma da gətirə bilməzdim ki, mən məktəbə məsələn dırnaqla gəleyim, bu gün saçımı belə yığım, eləyim. Bu belə olmamalıdır. Axşamınız Mən xeyir də olsun. Mən bir söz demək istəyirəm. Bəli, Bəli. indiki valideynlərin düşüncəsi çünki yanlışdır. Valideynlər şagirdləri yönəldir. Bilmirəm, düzdür, əllərinə telefon verməklə də yönəldirlər. Yəni deyir ki, o telefondakı nədirsə, onu başla icra elə. Amma məktəbdə bu olar, bu olmaz. Düzdür, Bakıda elə məktəblər var ki, onlar telefonu götürürlər şagirddən. Ancaq rayonda, mən özüm rayonda yaşayıram. Rayonda heç bir məktəbdə uşaqdan telefonu almırlar. Bilmirəm, bəlkə başqa rayonlarda olar. Mən yaşadığım rayonda almırlar. Yəni uşaq normal müəllim, direktor ya direktor müavini uşağın əlində telefonu görəndə normalmış kimi davranır. Niyə? Axı bu telefon məktəb üçün deyil. Telefonu valideyn uşağın cibinə qoyub məktəbə göndərməməlidir. Valideyndən çox şey asılıdır. Valideyn, ona görə yazmışam ki, valideyn vermədiyi tərbiyəni gəlib məktəbdə tələb eləyirlər müəllimlər. Müəllim də bilmir dərsini tədris eləsin, fənnini tədris eləsin, yoxsa uşağın tərbiyəsi ilə məşğul olsun. Çox valideynin düşüncəsi dəyişməlidir. Valideyn müasirliyi deyir ki, hə, məsəl üçün şagird dırnaqlı gedirsə məktəbə, bu müasirlikdir, xeyr. Çünki valideynin öz düşüncəsi odur, özü də onu müasirliyi elə hesab eləyir. Sonra da şagirdə deyirlər ki, niyə bu uşaq gedib universitetə girmədi, niyə bu uşaq dərs oxumur. Telefonu alıb vermirsən əlinə. Biraz mən bu telefon tərəfdən biraz yanıqlıyam da, belə deyim, pis anlaşılsa da. Yəni dərdim açılır bu telefonu şagirdim və yaxud lap balaca uşağın belə əlində görəndə mən dəli oluram ki, o uşağın əlində o telefon nə gəzir? Niyə də? Niyə? Mənim biri 2 yaşındadır uşağım, biri də 3 yaşındadır. Mən onların əlinə hələ indiyə qədər bir dəfə olsun telefon verməmişəm. Vermək də fikrim yoxdur. Nə olur? Televizordan baxırlar, nə olur orada görürlər. Hətta Azərbaycan dili
cizgi filmi belə olmayanda mən onun səsini tam alıram. Onun sadəcə şəklinə baxırlar ki, başqa dilə də. İndiki uşaqlar hamısı türk dilində danışır. Çox pis vəziyyətdir. Yəni səsini tam alıram ki, o onu nə dilində danışdığını eşitməsin. Rus dili, ingilis dili olsa hə, onu eyb yox, danışsa da başa düşəsi deyil də. Yəni oradakını təkrar eləsə də bilmir o nə sözdür. Amma türkcə danışanda uşaq mən biraz narahat oluram ki, niyə uşaq türkcə danışmalıdır? Yəni valideyn. Mən böyük məsuliyyəti valideynin üzərində görürəm. İndi mənim uşaqlarım balacadır, məktəbə getmirlər hələ, bağçaya gedəcəklər inşallah. Fikirləşirəm ki, mən də birdən dəli oluram, belə fikirləşirəm ki, görəsən mən uşağım məktəbə gedəndə və yaxud sonra universitetə hazırlaşanda o yaş dövrləri var da, o çətin yaş dövrləri, 8-ci, 9-cu sinifdə mən indiki uşaqları görürəm, fikirləşirəm ki, mən onun öhdəsindən necə gələcəm. İndi ona qədər düzdür, öz telefonu olmasa da ailədə hər bir yerdə telefon olur, uşaq baxma. İndi məktəbdə onu deyim, uşaqların hamısının əlində telefon var. Bu sənin uşağının əlində telefon olmayanda deyir mənim onlardan nəyimə eksikdir. Niyə mənim əlimdə telefon yoxdur? Başa sala bilmirsən ki, onun hamısı səhv hərəkət eləyir. Sən düzsən, düz yolunda get. Mən biraz çox danışdım, üzr hesab eləyim. Yox, əksinə, yəni mən qatılıram, yəni o qədər dəstəkləyirəm ki, yəni fikirləriniz çox möhtəşəmdir, yəni çox düz deyirsiniz, yəni Çox sağ olun, dəstəkləyirəm təşəkkür sizi. edirəm. Yəni bir valideyn Mən olaraq mən təşəkkür fikrimi edirəm. bildirmək istədim. Çünki bu həqiqətən mənim yaralı yerimdir. Bu telefondur, dildir. Yəni istəyərəm ki, uşaqlar tərbiyəli olsunlar. Məktəbdə indi nə bilim, hər tərbiyədə uşaq var. Müəllim uşağın öhdəsindən gələ bilmir. Qətiyyən. Bilmirəm müəllimdədir səhv, yoxsa ona görə mən fikirləşirəm ki, bu müəllimlikdə biraz uzaqlaşmaq istəyirəm. Özümdə onu hiss edirəm ki, bundan sonra bu belə uşaqları görüb, belə məktəb situasiyasını görüb, məsəl üçün məktəbə uşaq niyə telefon? Mən dərs izah elədiyim yerdə niyə uşaq telefonu çıxardıb partanın altında telefonla oynamalıdır? Və yaxud adicə saata baxmaq, deyirlər ki, saata baxacam. Uşağı dindirirsən, deyir saata bax. Saat sənin nəyinə lazımdır? Saatdır, zəng vuruldu, dərs qurtardı, hamı çıxır çölə, zəng vuruldu, girir içəri. Yəni bu uşağa saat nəyə görə lazımdır, mənə çatmır. Yəni niyə lazımdır? Lazımdır, müəllimdə var da, hər bir müəllimdə telefon var. Müəllimdən Saatı soruş. soruşmaq istəyirsənsə, bəli, müəllimdən soruş. Yəni bu saat niyə lazımdır sənə? Saat bəhanədir təbii ki. Bəhanədir. Əlbəttə ki. Elə belə situasiyalarda olur ki, indi belə sual verim də sizə. Düzdür, siz dediniz, mən uşağımı göndərirəm, telefonsuz heç nəsizdə. Yəni məsələn, yəni sən düzsən, bəli, haqlısınız. Zaten şagirdin telefona ehtiyacı yoxdur. Çünki onun yanında müəllim var. Nəsə baş verəndə promo gedib müəllimə deyir, müəllim də valideynlə əlbəttə ki, əlaqə saxlayır. Nə fərqi var, şagird zəng elədi, yoxsa müəllim zəng elədi? Amma həmin şagird də oturur, məsələn, görür ki, 40 nəfərdirlər. İndi bu 38 nəfərin hamısında telefon var. Bu Bəli, tək qalır. Telefonu bəli. yoxdur. Və bu bir çox bullinqlərin, yəni səbəblərdən biri də odur, bullinq. Sonra depressiya hallar baş verir, özlərinə qapanırlar. Deyirlər ki, və sonra valideyn üstünə şey eləyirlər ki, sən pis valideynsən, sən mənə onu almırsan, hamıya alırsan, amma sən mənə almırsan. Yəni belə situasiyalarda yaşanmasın deyə ümumiyyətlə sinifdə qayda qoymaq lazımdır. Yəni o bilirsiz, müəllim ilk sinifə, yəni ilk dərsdən, yəni valideyn də iclas olmalıdır, dərsə girməmiş özü də. Yəni dərsdən əvvəl, sentyabr 15-dən əvvəl valideyn iclası olmalıdır ki, valideynlər kimin ki uşağında mən telefon görsəm, mən o telefonu qaytarmıram. Mən indidən yəni xəbərdarlıq eləyirəm ki, mən telefon görsəm, mən o telefonu qaytarmayacağam. Çünki mən sinifimdə telefon gətirməyə icazə verir. Ya zaten qanun qayda ilə də elədir. Bəli, Telefon bəli, məktəbə Müəllim icazə yoxdur da, gətirməməlisən sən bu telefonu. bəli. Və yaxud okey, sən hansı bir oyuncağı gətirə bilərsən ki, baxın, mənə təzə oyuncaq alıblar. Yəni bu bilirsiz, biri var telefon götürüb deyirlər ki, məndə məsələn 15-dir, səndə 12-dir də, bu iPhone söhbətləri. Məndə 15-dir, səndə Bəli, bəli. 12-dir. Çox təəssüf ki, Belə o şeylər də olur. mübahisələr də olur. Müəllimə, üzr istəyirəm. Bu xanımın Bəli. bilmirəm hansı rayondandırsa da, məsələn,
Mən özüm Quba rayonunda, yəni bir saylı orta məktəbdə tədris eləyirəm. Bizim sentyabrın 15-dən bizim direktor məlumat verdi ki, Təhsil Nazirliyi belə bir qərar qoyub ki, bütün telefonlar məktəbə girilən vaxtı yığılsın. Və hal-hazırda bax bugünkü günə kimi, oktyabrın 9-na kimi hər gün telefonlar yığılır bizdə. Xüsusi yer var, şkaflara yığılır. Əgər uşaqlar valideynlə danışmaq istəyirlərsə, çıxıb bayırda danışırlar və yenidən tezdən həmin yerə qoyulur. O xanımın işlədiyi yerin direktorunun, yəni rəhbərliyin özünün nöqsanıdır. Təhsil Bəli. Nazirliyi özü bu qərarı verib və bunu da bütün direktorlar riayət edirlər. Hamısı riayət edir. Yəni bizim siniflərdə heç bir telefon işlənmir. Məsələn, hər sinifdə də saat var. Yəni uşağa saat baxmaq lazım olanda saata baxır. Yəni ki, biz də çalışırıq ki, dərsi elə maraqlı keçirtək ki, uşaq ona baxmasın. Yəni qrupla iş var, fərdi iş var, ziqzaq işi var, yəni bu kurikulum üsulunda da. Onu da maraqlı keçirtib çalışırıq ki, uşaq vaxtı 45 dəqiqənin nə vaxt keçdiyini hiss eləməsin. Əlbəttə ki. Çox gözəl. Nə yaxşı bu qaydaya belə qaydaya riayət edən həqiqətən Bəli, həm bəli. müəllim, həm Bəli, direktorlar Günay var. xanım, bizdə Sadəcə o qaydaya mən- riayət olunur. Bəli, mən görməmişəm o qaydanı. Bizim O də qaydanı məktəbimizdə elə bilə bir şey var idi. Sırf girişdə bizdə yoxlayırdılar. Ciblərimizi, kurtkalarımızı, hər şeyimizi yoxlayırdılar. Sumkalarımıza da girirdilər. Bir ara dava saldılar ki, bizim sumkamıza niyə girirlər? Amma sumkaya girəndə o sumkada çox şey tapmaq olar. Valideynə də göstərəndə ki, bu şey sənin uşağının sumkasından çıxıb, onu da sübut edə bilimdə, yox, mənim uşağım elə bir şey gətirə bilməz məktəbə. Yox, bu mənim uşağımın deyil. Kimi hallar da baş verir. Özüm deyə bilərəm ki, telefonlar əvvəldən yığışdırılır. İbtidai siniflərdə onların uşaqlarda telefon bəzi səbəblərə görə də uzaq olanda əlaqə saxlamaq üçün gətirilir və evə gətirdiyi zaman verilir. Bəli. Bir də ki, müasir müəllim ümumiyyətlə kimə deyilir? Yəni deyirlər ki, müasir müəllim necə deyim, deyirlər ki, çox pozitiv olmalıdır, çox şagirdlərlə çox səmimi olmalıdır və dərsdən kənar başqa şeylərdən də danışa bilərlər. Yəni Xeyr, məncə müasir müəllim çox səmimi olmaq yox. Deyirlər dost, xeyr, məncə müəllimlə şagird qətiyyən dost ola bilməz. Bu kurikulumda da var deyəsən. Amma çox səmimi olmaq da, bilirsiniz, əvvəlin müəllimləri ilə bu günün müəllimləri həqiqətən düzdür, yaxşı tərəfləri də var. Müəllim müasir olmalıdır, empatiya qurmalıdır uşaqla, biraz səmimi münasibətdə olmalıdır, bəli. Amma çox səmimi olanda şagird bilmirəm, o da yenə tərbiyədən qaynaqlanırmı, ailədən qaynaqlanırmı? Şagird özünü necə deyim, elə bilir ki, o sinifdə hər cürə hərəkət eləyə bilər. Yəni müəllim, səmimidir, müəllim ona bir söz demir. Bu da istədiyini eləsin. Sonra da o müəllim, indi müəllimin sayılmamağının, müəllimin biraz aşağılanmağının səbəbi də odur ki, uşaq nə bilim, bəlkə o şəraiti müəllim yaradır. Məncə, bəlkə yox, məncə müəllim yaradır o şəraiti. Olmaq olar, səmimi olmaq olar, sadəcə yetəri qədərdir. İndi bir sərhədlər olmalıdır. Tam da çox olmaz. Mən belə düşünürəm. Üzr istəyirəm. Təkcə müəllim şagird arasında yox, ümumiyyətlə həyatda belədir. O bizim atalar sözümüz var. Bir dostla deyir, çox dostluq da eləmə, vaxt olar düşmən olar. Düşmənlə də çox düşmənlik eləmə, vaxt olar dost olar. Şagirdə özünü səmimi göstərməlisən. Yəni şagird qoy səninlə öz sözün bölüşə bilsin. Məsələn, mən şagirdlərimlə sözü bölüşür. Amma bilirlər də ki, mən çox onlara səmimilik də icazə vermirəm. Mənə lap yaxınlaşıb, qucaqlaya da bilməzlər. Mənlə o cür də ola bilməzlər. Amma mənə öz sözlərini deyirlər, ürək sözlərini deyirlər, danışırlar. Bəzən elə vaxt olur ki, valideyn özü mənə zəng eləyir ki, der ki, mənim evladımla danışırsan ki, bu işi eləsin. Yəni ki, valideynlər bu dəqiqə çox zəifləyib. Çox, həddən artıq. Mən valideynlərdə çox təqsir görürəm. Bilirsiniz nə edirlər? İşləri asan olsun deyə telefonu verirlər uşağın əlinə və qətiyyən də dərsdə qoymurlar. Yəni istəyir oxusun, istəyir oxumasın.
Yəni ki, Bəli. belə bir şeylər var. Yəni valideynlərdə təqsir çoxdur. Amma biz valideynlə müəllim birləşib işləsək, o daha yaxşı üstünlük veriləcək. Yəni ki, şagirdi irəli apara biləcək. Bəzən valideynlə müəllimin arasında elə bir ki, böyük bir məsafə olur, başa düşmürlər bizi. Amma mən məsələn şagirdlərimlə səmimi oluram öz həddində. Yəni insanlarla necə öz həddində səmimilik qoruyuramsa, o cür səmimiliyimi saxlayıram. Yəni uşağa da qışqırmıram. Səmimi formada başa salıram ki, dərs öyrənməyib. Amma sən öyrənsəydin deyirəm bu günləri, daha gözəl olardı. Mən sənə niyə görə indi yazım ki, hazır deyilsən? Mənim əlim gəlmir, sənə hazır deyilsən sözün yazmağa. Ancaq yazıram ha, gündəliyinə, hazır deyil. Amma uşağa elə təlqin eləyirəm. Amma səhər uşaq o sözün təsirindən gəlib mənə dərsi cavab verir. Sözlə uşağa təsir etmək böyük üstünlükdür. Amma ənənəvi metodda isə belə bir şey yox idi. Uşaqdan qorxurduq. Müəllimdən çəkinirdik. Həmişə müəllimdən çəkiniblər şagirdlər. Bəli. Belə bir şeylər var. İndi belə bir şey də deyim sizə. İndi müasir müəllim adının yeni belə çox səhv bir situasiyalara, yəni o müasir müəllim deyirlər. Hə, bu müasir müəllim də ona görə də belə olmalıdır. Çünki müasirdir. Çox müəllimlərə müasir müəllimlər deyilir, amma əsl müasir müəllim elə olmamalıdır. Məsələn, o dəfə TikTokda video görmüşəm. Xanımda müəllimədir, səhv etmirəmsə ibtidai sinif müəlliməsidir. Belə partaları düzüblər və orada qızlar da hərəsi bir dənə güzgü çıxardıb, pomada çıxardıb, nəmnə çıxardıb və deyir ki, müəllimə siz buna pis baxırsınız ki, təzədən kameranı fırladırlar müəlliməyə və müəllimə də pomada ilə güzgü ilə oturub qayıdıb deyir ki, yox, çünki mən buna pis baxmıram, çünki mən də eləyəm. Mən o videonu gördüm. Bilmirəm, ibtidai sinif idi, balaca uşaqlar idi. Yox, balaca uşaqlar idi, səhv etmirəmsə. Yəni ibtidai sinif onu edirsə, böyük uşaqlardan heç bir şey gözləmək mümkün deyil. Belə bax, belə hadisələr müəllimi hörmətdən salır da. Bəli. Və o müəllim əgər ona başa salsa ki, uşağa ki, o ximiçsidir, lazım deyil, sənin gözəlliyin hələ özündədir, sənin təbii gözəlliyin var. Hələ şeyləri başa salsa müəllim. Müəllimdən çox şey asılıdır. Bu biz gələcəyin artıq gələcək onların əlindədir, uşaqların əlindədir. Baxın o 44 günlük müharibədə biz böyütmüşdük də həmin o şəhidlərimizi. Allah hamısına rəhmət eləsin. Hamısına nə təlqin eləyirdik? Vətəni sevməyi, yəni ki, Qarabağ bizimdir, Azərbaycan torpağımız bütöv olmalıdır. Bu müəllimlərin yəni ki, gücünə oldu. Elə bir ki, psixoloji təsir göstərirdik uşaqlara. Mən məsələn həm dil ədəbiyyat, həm də tarix müəllimiyəm də. Tarixdən mən o uşaq ki, 1918-ci Azərbaycan Demokratik Respublikasının yaranma vaxtını bilmirdisə, mən o uşağa qiymət yazmırdım. Yaxud da ki, Şah İsmail Xətai haqqında bilmirdisə, mən o uşağa qiymət yazmırdım. Yəni, başa salırdım ki, Türk həmişə ata mindisə, bütün böyük bir dövləti olmalıdır. Yəni, biz Azərbaycanıq, bizim Azıq mağaramız var. Yəni, oradan bilinir ki, biz qədimik. Yəni ki, müəllimdən çox şey asılıdır, xanımlar. Yəni ki, müəllim çox şey eləyə bilər. Gələcək üçün çox iş görə bilər. Valideyn də təbii ki, ona dəstək olmalıdır. İndiki valideyn dəstək olmur deyə müəllim də deyir ki, yəni valideyn ondan məşğul olmur. Mən niyə deyim ki? Amma düzdür, elə düşünməməlidir. Düzgün istiqamətdə onlara dəstək olmurlar. Qayıdıb deyir ki, hə, nə olsun mənim uşağım? Müəllim qayıdıb deyir ki, saçını yığ, gəl dərsə. Sonra dərsdən sonra qeyd neyinirsən, elə. Mən sənə heç bir şey demirəm. Amma sən məktəbdəsən və saat 8-dən saat 12-yə qədər, məsələn, sən saçın yığılı gəzməlisən. Ondan sonra qeyd neyinirsən, elə. Onu nə məktəb qarışa bilməz, nə müəllim qarışa bilməz, nə də heç kəs. Amma elə valideyn qayıdıb müəllim iclas keçirir, qayıdıb deyir ki, bəs hamımızdan xahiş etdim ki, bəs hamı saçı yığılı gəlsin, amma məsələn adını çəkmirəm, məsələn, amma filan kəs saçını yığmamışdı o dəfə, mən də onu danladım. Qayıdıb valideyn də deyir ki,
Sən necə müəllimsən? Sən o vaxtın müəllimisən də. Nə olsun ki, mənim uşağım saçı açıq gəzir. Bu onun dərslərinə mane olmur. Xeyr. Çox da qəşəng mane olur. Uşağın tam fikri, zikri saçındadır, dırnağındadır. Ay belə oturur, ay elə eləyir. Uje bilirsiniz, fikri uje oralar dərsdə deyil də. Yəni tam Təbii ki, fokuslana bilmir olmayacaq, dərsə. dərsdə olmayacaq. Təbii ki, dərsdə olmayacaq fikir. Dərsdə deyil artıq, o öz aləmindədir. Və belə bir şey deyim, bir çox siniflərdə müəllimlər məsəl üçün qayıdıb deyir ki, bəs hamı saçı yığılı gəlsin və dırnaq eləməyin də, məktəbə gəlməyin. İndi bilirsiniz necə? İndi olur ki, məsəl üçün sinifdə 15 nəfər qızdır, qızlardır. Məsəl üçün bu 3 nəfəri saçı açıq gəlib və dırnaqla gəlib. O digər 12 nəfər də qayıdıb deyir ki, sən ona icazə verirsən, mənə niyə icazə vermirsən? Sən onda ayrı seçkilik eləyirsən də. Təzən valideyn də onun üstünə gəlir ki, sən müəllimsən, düzgün eləmirsən. Sən ayrı seçkilik eləyirsən. Mənim də uşağım onda bundan sonra belə gələcək. Bəzən belə düzgün düşünməyən müəllimlər də var. Və elə bir situasiya baş verə bilər ki, məsələn, həmin 12 nəfər o 3 nəfəri bullying eləyə bilər ki, hə, bəs görürsən, biz saçı yığılı gəlirik, dırnaqsız gəlirik, amma siz özünüzü düzgün aparmırsınız. Siz dırnaqla gəlirsiniz, saçı açıq gəlirsiniz. Yəni siz beləsiz, amma biz beləyik. Belə belə situasiyalarda da yəni görmüşəm. Müəllimə, yenə müəllimin üstünə düşür iş. Əgər o müəllim başa salsın ki, məsələn, mənim bir sinifim var, 7-ci sinif. Bir qız mən dərsdə olmayanda saçın belə kənara atmışdı, kənara qoyub gəlmişdi. Mən də təsadüfən gedib yoxlayıram da həmişə. Mən ona başa saldım ki, sən 11 il saçını bu cür yuxarıdan yığacaqsan, bu cür məktəbli formasını geyinəcəksən. 11 ildən sonra bu paltarı istəsin də sənə gülərlər geyməyə. Bax, bu dırnaqlarını həmişə eləyəcəksən. Mən ona başa saldım ki, o mikrob da olmaz, yəni ki, kimik olmaz. Yəni, niyə görə? Sən bax, indi inkişaf eləyən qızsan, sən yeniyetməsən, sənin orqanizmində başqa bir proseslər gedir, eləmək olmaz. Yəni ki, onlara yavaş-yavaş tərqin elədikcə, birinci dəfədən söz təsir eləmir, ikinci dəfə fikir verirsən, üçüncü dəfə və nəhayət istədiyinə nail ola bilirsən. İkinci dəfədə mən valideynlə əlaqə saxlayıram ki, elətdirmə bu uşağı. Yəni, valideynin özünə də başa salıram ki, ən ziyanlı şeylərdir. Onsuz da 18-19 yaşından sonra bu işlərlə məşğul olacaq bu uşaq. Yəni ki, hələlik ki, məktəblidirsə, məktəbli formasında olsun. İndi elə valideynlər var ki, deyirlər ki, yox müəllim, yox, mənim uşağım məktəbə belə gəlmək istəyir. Çünki o özünü belə daha komfort və öz güvənli hiss edir və siz mənim uşağıma psixoloji şiddət uğurlayırsınız da. Yəni bəzi elə valideynlər də var ki, sən mənim uşağımın üstünə gəlirsən, o sənə görə pis olur, o dərsinə də fokuslana bilmir. Nə var, sən öz qaydalarından mənim uşağımı sıxırsan sinifdə. Ona görə Onda deyirəm bu də zaman valideyn müasir müəllim yəni neynəməlidir? Əgər valideynlə bacarmırsa, yəni maks nə edə bilər? Anasını Valideynlə çağırsın. bacarmıramsa, atasına müraciət eləyirəm, atasını çağırtırıram, bunu eləyirəm. Sonra əsas mən şagirdlə işləyirəm. Əsas şagirdə təsir eləyirəm. Deyirəm ki, bax, bu necə gözəl yaraşdı sənə, fikir ver, nə qəşəng görsəndin, bax, bunda tamam var. Bax, sən sadəsən də, səndə gözəllik, bax, bunda gözəllik görürəm. Nə qədər gözəl görsəndin. Elə ki, vulqarını geyinən kimi, bəzi qızlar olur axı, yubqa qısa gəlir, sonra qalxızırlar yuxarı. Nədir? O görən kimi, sıraz deyirəm ki, bunu belə eləsin, ayda, nə qəşəng görsəndin. Bu tamam başqa bir şeydir. Uşağa psixoloji təsir edirsən. Uşağa psixoloji təsir edəndə onun üstündə rəhbərlik də eləyə bilirsən. Heç valideynin sözü də qalır kənarda, uşaq sənin sözünə daha çox qulaq asır. Yox deyirəm, bax qızım, sən bunda gözəl görsəndin. Bax, bunda yaraşıqlı görsəndin. Şəklini də çəkirəm. Alıram telefonumdan, şəklini çəkirəm. Bax, buna bax, doi posili göstərirəm. Onunla uşağa getdikcə etap bu yoldan çəkindirmək olur. Yəni, mən belə düşünürəm.
Çox gözəl. Düz Mən düşünmüşsün. sizin fikirlərinizə şəxsən heyran qaldım Nuranə müəllimə. Siz bu 30 neçə ildir dediniz də müəllim işləmişəm. Bu 30 neçə il 30 ərzində ildir. 30. Hə, 30 30, il. bəli, 30 ildə həqiqətən psixoloq olmusunuz. Tək müəllim yox, psixoloq olmusunuz. Çox gözəl, çox səbrlə yanaşırsınız hər bir Möhtəşəm bir şey. şeyə. Bəli, müasir dövrün müəllimi olmaq çox səbir tələb edir. Çünki bilirsiniz necə? Mən düşünürəm ki, hal-hazırda sən yalnız şagirdlərə yox, valideynlərə də dərs deyirsən. Şagirdlərə Sinifdə çatır, görsən ki, valideynlərə çatmır. təsviflər, bəli. Bəzən uşaq başa düşür ki, məsələn, belə də bir şey olur evdə, uşaqdır, görür ki, mama nə qəşəng eləmisən, mən də eləmək istəyirəm, mən də gedib qızları göstərmək istəyirəm. Qayıdıb deyir, hə qızım, ged elə. Amma məktəbdən sonra başqa bir situasiyalar baş verir, qayıdıb deyirlər ki, yəni yox da. Elə bil ki, siz valideyndə özü bir uşağı üçün, yəni uşaq valideyndə nə görürsə, onu da özünə məktəbə aparır. Belə bir şey. Düzdür, Bəli, valideyn düşünürəm. münasibəti də önəmlidir, amma bəlkə də bəzi uşaqlarda da fərq var. Uşaqdan uşağa da fərq var. Uşaq var ki, nə qədər söz deyirsən, çatmır, beyninə girmir də. Qəbul eləmir. Bəli, kənarda sən dediyin sözü kənardan eşidəndə gəlir ki, filan kəs filan sözü deyirik. Axı mən də deyirdim bu sözü sənə. Ay bala, niyə başa düşmürsən? Ya müəllim desin, ya valideyn desin. Uşaqdan uşağa da fərq var. Uşaqları bilmirəm keydirlər, belə pis çıxsa da deyəcəm. Yəni belə fikir qarışıqlığı varmı? Uşağın başı nəyə qarışıb? Yox, Kim müəllimə, qarışdırır uşağın başını? uşaq evin güzgüsüdür. O evdəki vəziyyəti, situasiyanı gətirir sənə məktəbdə göstərir. Düzdür, onunla da razıyam. Yenə deyirəm, valideynlərdə çoxdur. Bax, bu dəqiqə cavan valideynlər yenə verirlər telefonları uşaqların əlinə. Bax, Bəli. sizin elədiyiniz işi mən alqışlayıram ki, əla. Türk dilini qoymursunuz da öyrənməyə. Sırf Azərbaycan dilini imkan verirsiniz öyrənməyə. Məsələn, mən özüm bu dəqiqə ingilis dilinə hazırlaşıram. Niyə görə? İnsan dilinə qədər dil bildikcə bir o qədər də insandır. Yəni bu yaşım olmağına baxmayaraq Bəli. ingilis dilindən, ispan dilinə hazırlaşıram. Amma ki, o türk dili istər-istəməz avtomatik ki, girir bizim dilimizə, başlayır uşaq da mənimlə danışanda türk dilində danışır. Türk dilini deyən kimi mən onun sözünü kəsib Azərbaycanca deyirəm. Yenə deyəndə yenə təkrarən deyirəm. Yəni ki, onun beyninə yeritmək üçün. Elə bir dənə hadisə olmuşdu. Bir uşaq valideyn nə qədər deyib, bu saçım vurdurmayıb. Deyib, yox, mən nə bilim, hansısa futbolçuya oxşatmaq istəyirəm özümü. Mən də qayıtıb zəng elədi anası mənə ki, gizlincə. Bəs bu uşağı mən yığışdıra bilmirəm də. Mən də götürdüm rezini, getdim uşağı saçım belə yığanda. Qayıtıb deyir, ay müəllim, nə edirsən? Dedim ki, bax, sən saçıvı belə yığanda gör qıza oxşuysan. Neyimə lazımdır belə forma? Mən səni cəngavər bilirəm, mən səni cavanşir bilirəm, mən səni babək bilirəm. Sən mənim mübarizimsən, gələcəyin mübarizisən. Başladım bu qəhrəmanlarımızı adın çəkməyə. Sonra dedim, sən mənim gələcəyimin Azərbaycanlı Maradonnasısan. O özü futbolu çox sevir. Uşaq gedib inanırsınız ki, müəllimə saçını elə qəşəng kəstirtib, elə qəşəng vurdurtmuşdu ki. Valideyn mənə zəng eləyib təşəkkür eləyir ki, biz neçə yay boyu onun saçını düzəltdirə bilmirik. Yəni müəllimin üstünə indiki zamanədə çox iş düşür. Yalnız təhsil verməklə deyil, tərbiyə vermək. Məncə birinci elə tərbiyə gəlir, sonra təhsil gəlir. Yalnız təhsil verəndə görürsən ki, yalnız təhsil verəndə görürsən ki, bu yəni necə deyim, özünü düzgün apara bilmir, fikirlərini düzgün şəkildə ifadə edə bilmir. Necə deyim, çox aqressiv olurlar. İndiki uşaqlar çox aqressivdilər. Çox aqressivdilər. Dəhşət.
Çünki Böylələrə qarşı əllərində müəllimlərə qarşı çox telefon, aqressivdir. bəli, istər müəllimə, istərsə də elə həyatdakı hər bir insana qarşı aqressivdilər. Çünki axşama qədər əllərindəki telefonla o atışmalı PUBG filan deyirlər. Bax o oyunlar atışmalı. O ona atır, bu buna atır. Baş gedirsən uşağın yanında durursan, əlində telefon oyun oynayır. Uşaq telefondan, yəni o oyundan çıxa bilmir. Söz deyirsən, yemək istəyirsən, çay istəyirsən, reaksiya yoxdur. Qətiyyən yoxdur, uşaq burada deyil. Elə bil uşağın beyni nə bilim keyləşirmi deyim, belə donurmu deyim, çatmır. Ona heç nə çatmır. Siz onda uşağı qorxuzun. Bax mən demişəm ki, onlara da, bax 20-ci ildə biz necə aldıq Qarabağı? Hindi var qüvvələri ilə istəyirlər ki, bizim əlimizdən yenə onu alsınlar. Ona görə bax sizin beyninizə pis-pis şeyləri yeritmək üçün nədən istifadə edirlər? Telefon vasitəsilə istifadə edirlər. Pis iqraları, pis oyunları salırlar. Deyirlər ki, uşaqlar doğrudan müəllim, deyirəm, hə, bax çox ehtiyatlı olun ha. Yəni ki, demirsən, məsələn, ehtiyatlı ola, bu küçədə nəsə sənin başına hadisə gələr. Onlara əvvəlcədən xəbərdarlıq edirəm. Deyirəm, siz daha da 2 qatına yaxşı öyrənin ki, biz o torpaqlarımızı var qüvvəmizlə saxlayaq. Əlimizdə qalsın. Yəni ki, Azərbaycanımızı qoy bütün dünya necə tanıyır? Qoy hindi də yaxşı tanısınlar. Hamıya yaxşı görsənir. Hamı da gözəl görsənir. Bax bunu bilirsiniz tərqilməyə gərək. Tərbiyəni birinci tərbiyə ilə danışıb mən dərslərimi çalışıram ki, tərbiyə ilə dərsi iç-içə salım bir-birinə o cür izah edeyim. Şükür Allaha ki, axır nəyəsə nail ola bilmişəm də az da olsa. Demirəm, mən lap super Çox olub, gözəl. amma ki, axır bacardığımı eləyirəm. Katılıram sizə. Qatılıram. Haqlısınız, düz deyirsiniz, əlbəttə ki. Mən belə fikirləri həqiqətən dəstəkləyirəm. Amma belə deyim də bizim yəni mən 7-də, 8-də oxuyanda bizdə də elə şeylər baş verdi, elə situasiyalar, o bullyingdir, o nə bilim ayrı seçkilikdir, o bəzi müəllimlərimiz uje müasir idilər. Bəzi müəllimlərimiz isə necə deyim, o əvvəlki müəllimlər kimi davranırdılar da, yəni bizə bəzi müəllimlər deyirlər ki, hə, tamam, mən sizə ev tapşırığı vermirəm. Bəzi müəllimlər deyirlər ki, yox, hamısını yazıb gəlməlisiniz. Sizin işinizin adı nədir? Ümumiyyətlə, müasir tədris metodu, müəllimin öz inkişafı. Ümumiyyətlə, müəllim olmaq hər kəsə müəllim deyilməz. Hər kəsə müəllim deyilməz. Müəllim ilk öncə öz üzərində işləməlidir. Yəni başa düşməlidir ki, mən həqiqətənmi sevirəm işimi, həqiqətənmi işləmək istəyirəmmi, mən bacaracağamı bunu. O birinci özündə motivasiya yaradır, sonra isə disiplin. Motivasiya və disiplin çox önəmlidir. İkisindən biri, yəni ikisi də olmalıdır, amma biri olmayanda heç olmasa ikinci olmalıdır. O öz üzərində işləməlidir. O elə bir şey dərslərdə elə olmalıdır ki, şagird onu sevsin. Sonra da onun fənni sevsin, onun dərsinə sevə-sevə gəlsin. Bəzi elə valideynlər var ki, fikirləri, düşüncələri düzgün deyil, amma şagird səni o qədər çox sevir ki, sənin fikrini daha çox ciddiyə alır, nəinki valideyn fikrinə. Deyim. Mənim çox problemli şagirdim olub, qız uşağı idi, valideynlə daimi əlaqə saxladım. Hər situasiyaya nəzakətli şəkildə çatdırma valideyni onu psixoloqa apardı. O uşaq inan elə sakit olub ki, çünki valideyn mənə kömək etdi. Hər şeyi müəllimin üstünə atmadı. Hər şeyi müəllimin üstünə atmalıdır. Amma belə bir şey də deyim sizə, müəllim yalnız müəllim yox, psixoloq da olmalıdır. Düzdür, əlbəttə ki, onun tərbiyənin hamısını zaten müəllim vermir ki. O sadəcə valideynə dəstək olur. Tamam, mən sənin uşağına kömək eləyərəm. Amma sən də mənə dəstək ol ki, biz bu uşağın fikirlərini, düşüncələrini, hərəkətlərini dəyişək. Cəmiyyətə çıxanda, yəni necə deyim, həmin o savadlı, ağıllı, özgüvənli, düzgün şəkildə düşünən bir şəxs olsun. Valideyn anlayışı ol. Psixoloqa aparmaq da məncə düzgündür, amma hər psixoloqun yanına aparmazlar. Çünki
hər kəsə də psixoloq deyilməz. Yalandan deyirlər ki, məsələn, bir seans 80 manatdır. Amma deyirlər ki, amma başa düşülür ki, yəni sən psixoloq deyilsən. Yalandan nə suallar verirsən mənim uşağıma. Bax gör, əsl psixoloqlar zaten insanın beynini araşdırmalıdır. Yəni girməlidir beynin içinə ki, bəs nə problemi var onun? O niyə belə hisslər keçirdir? O niyə elə düşünür? Yəni səbəb və ancaq səbəb. Bəzən elə situasiya olur ki, inan müəllimə öhdəsindən gələ bilmir. O anda əlavə kömək mütləq lazımdır. Kim kömək edəcək ki, müəllimə? Başqa kim kömək edə bilər? Valideyn kömək edəcək. Bir də müəllim, valideyn və müəllim. Əks halda maksimum yəni psixoloqun yanına aparırlar ki, mənim uşağıma kömək elə. Nə müəllim ondan bacarır, nə mən ondan bacarıram. Çünki o uşaqdakı vəsiyyət valideyn günahı idi, boşluq yaratmışdılar. Əlbəttə ki, Nurayə xanım da bayaq dedi ki, elə uşaqların əllərinə 2-3 yaşı olan kimi telefon verir ki, hə, bir yemək yesin, bir nəsə öyrənsin oradan, nəsə başa düşsün. Elə öyrənmək olmur, o düzgün bir şey deyil. Çünki sənin uşağın telefondan, kompüterdən nə öyrənə bilər? Nə öyrənə bilər? Heç bir şey. Sən ki o uşaqla oynamadın, sən ki o uşaqla o motorika dərslərini aparmadın sonra. O motorika dərsləri də elə çətin bir şey deyil əslində. Çətin bir şey deyil axı o. Rənglərdir, rəqəmlərdir, bəzən hərflərdir, nə bilim, o necə deyim, əşyalardır. Onun fikrini, yəni ona kömək edirsən ki, rahat danışa bilsin, fikrini izah etsin. Amma ona kömək edirsən ki, emosiyalarını kontrol edə bilsin. Valideyn daim uşaq nəzarətdə saxlamalıdır. Daim dərsi geyimi, sərgisilə çantasını nə varmış maraqlamalı. Əlbəttə ki, mən bayaq da dedim, bizim məktəbimizdə yoxlayırdılar. Sumkanı da açıb baxırdılar ki, sən məktəbə nə gətirmisən? O boyda çantanın içində nə var sənin çantanın içində? Hər şeyi nəzarət edirdilər. Mən şagirdlərin deyəndə ki, mənim ilk telefon birinci sinifdə olub, o da yolum uzaq idi deyə valideyn Allah belə etməsi üçün almışdı. Siz 8-9 yaşında telefonla məşğul olursunuz, dərslərinizə geri qalırsınız. Şagird qayıdıb deyir ki, mamadan istədim aldı. Mamadan istədim aldı. Mamaya deyəcəm, mama mənə kömək eləyəcək. Papaya deyəcəm, papa həll edəcək. Tipik yəni indiki şagirdlərin cavabları. Mama, papa. Çünki mama elə istəyib, mən elə istədim deyə mənim valideynim elə elədi. Onun başqa bir açıqlaması, onun başqa bir yəni səbəbi yoxdur. Məndə uşaq irad tutanda bunu nəsə daha yaxşı olur. Uşağa deyənin içində sızmadan deməlidir. Bəli. Adi bir misal çəkim. Məsələn, qayıdıb müəllim soruşur ki, 2 üstə gəlir ki, neçədir? Qaldırır bir şagirdi qayıdıb deyir. Bu da susur da, cavab verə bilmir. Bir dənə şagird oradan da əlini qaldırır və yerindən cavab deyir. Elə müəllimlər var ki, qayıdıb deyirlər ki, sən sus, sən otur, mən səndən soruşmadım, sənin adın Nihatdır ki, sən cavab verirsən. Aqressiv müəllimlər elə düzgün deyil, yəni o müəllimi də şikayət eləyərlər, o müəllimi necə deyim, yəni işindən də eləyə bilərlər ki, sən mənim uşağıma çox aqressiv davranırsan və onu psixoloji uyğunluyursan. Amma Bilirsiniz, düzgün şəkildə üzr Bəli. istəyirəm. Üzr istəyirəm. Onsuz da indiki həyat özü aqressivdir. Uşaqlar bu dəqiqə baxırsan məsələn informasiyanı götürəndə görürsən ki, ancaq hadisələr çox dəhşətdir də. Ona görə məktəbdə uşaqla çox mülayim rəftar etmək lazımdır. Yəni ki, üzünə gülə-gülə yox ha. Sən elə mimikabı saxlamaqla, yəni ki, başa salmalısan ki, oğlum, bir dəqiqə deyəm, bu cavab versin, düz deyirsən sən. İndi nətər oldu? İndi başqa bir sual vermək lazımdır. İndi sən dur, balam. O görüm nə cavab verəcək mənə. Düz dedin, sən sənə bax, görürsən, savadlısan, beləsən. Hər şeyi yaxşı bilirsən. Psixoloq da yaxşı təsir edir uşaqlara. Mən təşəkkür edirəm. Çox sağ olun, minnətdaram xoş sözləriniz üçün. Amma dediyim kimi, o düz deyirsiniz. Bəzi müəllimlər var ki, çox aqressiv davranırlar şagirdlərə, qayıdıb şey eləyirlər ki, sən səhvsən, sən düz demirsən və yaxud lövhəyə çıxar. Bəzi elə müəllimlər var ki, lövhəyə çıxardırlar, deyirlər ki, mən bu misalı məsələn həll elə.
və bilə ki, bu şagird gəlmir o yana hazırlığa. Qəsdən çıxardırlar ki, hə, sən səhv elədin, sən heç nəyi bilmirsən, otur 2 yazdım sənə, gedib valideyninə də göstərərsən. Elə situasiyalarda baş verir. Sonra da valideyn qalib deyir ki, mənim uşağım heç nə bilmir, mən onu hazırlığa qoyacağam, nə elə olacaq, belə olacaq. Bu da bir, necə deyim, yəni marketinq kimi bir şeydir də. Yəni ki, licbi nə olsun, mən uşaqla pis davransam da o əsas mənim yanıma gəlsin. Amma əksinə uşaq səni sevsin və sənin dərsdən əlavə də gəlmək istəsin ki, hə mən müəllimimlə ev tapşırığı eləmək istəyirəm. Elə şagird var ki, qayıdıb məsələn riyaziyyatı çox zəifdir, həqiqətən, yəni çox zəifdir, başa düşmür. Amma qaldırsan şagirdi, qayıdıb deyirsən, ona çox asan bir misal verirsən, çox asan. Və onu durursan ki, qayıdıb deyirsən ki, bəs gəl bu misalı həll elə, əslində çox çətindir. Görüm sən bunu eləyə biləcəksənmi ya yox. O da o misalı həll eləyəndən sonra görür ki, bu çətindir, amma mən bunu eləyə bilirəm. Onda o motivasiya yaranır. Onda bu birinci müəllimə qarşı sevgi yaradır. Ondan sonra isə həmin müəllimin fənnə qarşı sevgi yaradır ki, mən daha çox eləyə bilərəm. Mən hamıdan çox bilirəm. Məsələn də indi onların fikirləri, düşüncələri indi elədir də. Müəllim Təmin oxuyum. Mənim bütün uşaqların psixologiyasını yenilməlidir, fərdi yanaşmalıdır, ümumi yox. Məsələn, mən bunu oxudum. Valideyn müəllim mütləq uşağı nəzərdə saxlamalı, çətin 15-16 yaşlarını düzgün sınavdan çıxarmaq lazımdır. Dırnaqla dərsə gedən qıza anası nəzarət etməlidir. Saçı açıq, dırnağı uzun, üzündə makyaj doğrudan da pis görünür. Oğlanların əldə təsbeh olmaz. Oğlanların əlində təsbeh, nə bilim, qəribə əşyalar gətirirlər ümumiyyətlə məktəbə. Valideyn uşağı əlindən çıxanda uşağın baxmalıdır ki, necə gedir. İndi çox çətin qarşılıqlı bir müəllimdir, valideyndir. Əlbəttə ki, yenə deyirəm, o 15 yaşlı uşaqlarla mən açığı o qədər də möhtəşəm, yəni belə çox məlumatım yoxdur. Çünki mən ixtisasım ibtidai sinif müəlliməsidir, amma bizə o haqda da yəni bilgi veriblər ki, bəs sırf yeniyetmələr 15, 16, 14, 13 də daxil ki, bəs onlar özlərini kontrol edə bilmirlər, emosiyalarını kontrol edə bilmirlər və necə deyim, öz fikirlərini düzgün şəkildə izah edə bilmirlər. Halbuki olur, o sənə əslində pis bir şey demir, amma fikrini o qədər səhv istiqamətdə izah edir ki, emosional olur. Müəllimdə avtomatik həmin o yeniyetmələrdə səhv başa düşürlər ki, hə, bu şagird tərbiyəsizdir, bu şagird nə bilim, yəni aqressivdir və o mənə hörmətsizlik edir. Bəzən müəllimlər də yəni bunu başa düşmürlər ki, o hələ özünü dərk etməyib, o hələ nə istədiyini bilmir, o özünü kontrol edə bilmir zaten. Çox çətin olurlar, onların yeniyetməyə növdür. Əlbəttə ki, sözsüz. Ən çətin şagird anlayışı nə deməkdir sizcə? Ən çətin şagird kimlərə deyilir? Psixoloji sorunu olan uşaqlar, şagirdlər. Hansı şagirdlər? Psixoloji sorunu, psixoloji çətinliyi. Bilirsiniz, o ki, ailədən ki, travma olan uşaqlar, onlar çox çətin olurlar. Düzdür. Sizcə çox vaxtı həmin o travmalar sinifdə yaradılır, yoxsa o elə Yox, ailədən gəlir o travmalar. Ailədən gəlir, sən də onu elə bil ki, sağaltmağın çox çətin olur. Düzdür. Valideyn nəzarətçisi olan uşaqlar. Amma elə valideynlər var ki, çox nəzarət edirlər. Çox nəzarət edirlər və siz necə, uşaq da həvəsdən düşür, ümumiyyətlə oxumaq da istəmir. Hər şeyində yoxlayır, kontrol eləyir ki, sən bunu eləmədin, sən 4+ almısan, amma sən 5 də ala bilərdin. Və yaxud müqayisə edirlər. Filankəs niyə 5+ alıb, sən 5 almısan? Filankəs niyə 3 dənə ulduz alıb, sən amma 2 dənə ulduz almısan? Yox, uşağı çox sıxmaq da olmaz. Yəni, hər uşağın bir öz səviyyəsi var. Hamı wunderkind ola bilməz ki.
Onları Əlbəttə ki, ona görə valideyndən də çox şey asılıdır. Çox, çox. Müəllimlə bir işləməlidir valideyn. əlbəttə ki. Valideyn nəzarəti olan uşaqlar valideynlə də yəni balansı qorumağı bilməli. Hər şeyin balansı gözəldir. Qiymət yox, ancaq işte məncə elə nəzarət ciddi olmalıdır. İndi bilmirəm, o var mı, yoxdurmu? Gündəliyə bizə yazırdılar. Zapovedение. Özünü necə aparmısan, məsələn, bu gün dərsdə. Onun qiymətini də yazırdılar bizdə. 4-də qoyurdular, 5-də qoyurdular və yaxud nəsə olanda açıq şəkildə yazırlar ki, hörmətli valideyn, bu gün dərsdə falan filan 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 şey olub. Hə, yazırıq. Olur. İndi Yazırlar. də var. Da var. Yazırıq Ee, və şagirdə deyirik ki, valideynə zəhmət olmasa bunu qol çəkdir, gətir. Bilirsiniz nətər? Söz altı yazırıq. Yəni ki, uşağa pis təsir eləməsin və valideyn də qol çəkəndə və deyirəm ki, mənimlə də əlaqə saxlasın, mən o cür başa salıram. Elə Çox uşaqlar da var kobudcasına ki. da yazmıram. Hı -hı. Əlbəttə ki. Elə uşaqlar var ki, onlar necə deyim, yəni ki, valideynlərindən də qorxurlar. Valideynlərindən də qorxurlar. Amma müəllim ona çox üz verəndə, nəsə şagirdlər nəyisə səhv eləyəndə, müəllim avtomatik götürür. Məsələn, gündəlikdə nəsə yazır və yaxud götürür zəng eləyir ki, sən uşağın elə bir şey eləyib. Bu da əslində düzdür, şagird müəllimi çox sevir, amma şagird müəllimin belə hərəkətlərini görəndə onun yəni soyuyur ondan, dərsinə də getmək istəmir, uzaqlaşır ondan. Amma nə önəmlidir? Müəllim və şagirdin arasında həmin o pərdə çox önəmlidir. Sən şagirdsən, mən müəlliməm. Mən sənin anan ola bilmərəm. Mən sənin dostum bilirsiz necə? O nə vaxt istifadə edilir o söz ki, mən sənin dostunam, mən sənə kömək edərəm. Nə vaxt ki, görürük ki, bəli, şagirdin həqiqətən də çox böyük bir problemləri var, psixoloji problemləri var və yaxud həmin şagirdin anası yoxdur və yaxud atası yoxdur, ümumiyyətlə anası da, atası da yoxdur. Onlara bəli, o deyilir ki, mən sənin dostunam, mən sənə dəstək olaram, mən sənə kömək edərəm. Amma hər dəfə ki, məsələn, şagird 3 aldı, amma qalib deyir, mən sənin dostunam, mən səni götürüb 4 yazaram. O artıq absurd bir şeydir. O ağla sığınacaq da bir şey deyil. Ona görə də Deyil, həmin o müəllimə, düşməndir o. O düşməndir. Müəllimə düşməndir ona. hər kəsə müəllim deyilməz. Hə, yox, hər kəsə müəllim deyilməz. İndiki zamanədə müəllim çox azdır. Əsl müəllim çox azdır. Və yenə də bəzi belə situasiyalarda mən elə müəllimlər görmüşəm ki, belə bilirsiz, çox yaxındılar. Amma onu da qorumaq da çox önəmlidir. Çünki sabah bir gün bu şagird böyüyəcək. Sabah bir gün o bilirsiz, səhv də anlaşılacaq bizim cəmiyyətdə. Onu səhv də başa düşə bilərlər. Onu özündə də səhv başa düşərlər ki, mən müəllimlə çox yaxın olmuşam, o həmişə mənə kömək eləyib, mənə dəstək olub falan filan. Amma onu bizim cəmiyyətdə səhv də başa düşür. Valla indiki zamanında şagird müəllimlə elə danışır ki, sanki yaşlıdır. Buna şəxsən mən şərt şəkildə reaksiya verirəm və müsbət nəticəsini görürəm. İndiki şagirdlər bəli, gəlib məsələn müəlliməni qucaqlaya bilərlər, amma nə vaxt qucaqlaya bilərlər? O oturub ağlayır, hönkür-hönkür ağlayırlar, olurlar ki, mənim qiymətim belə oldu, ay mən belə oldum, elə oldum. O zaman da ona biraz zaten müəllim şagirdinə sözsüz ki, həmişə dəstək olmalıdır. Prosta bəzi elə müəllimlər də olur ki, müəllimin də artıq şagirdə yazığı gəlir. Onu məsələn başından sığallaya bilər ki, hə, heç nə olmaz, gələn dəfə daha yaxşı qiymət ala bilərsən. Nəticə sualım. Yes. Kiminsə sualı var. Mənim suallarım bitdi açığı və məncə mövzu haqqında çox danışdım. Qucaqlamaq yox, məsələn, müəllimlə danışır ki, cavab qaytarmaq olsun və yaxud da elə sözlər işlədir ki, uşağa yarasın, söz olmur. Bu zaman artıq sərt reaksiya verməli olursan ki, bütün şagirdlər
bilsin, olmaz belə etmək. Əlbəttə ki, yəni sən şagirdsən, mən müəlliməm. Aramızdakı o pərdə mütləq şəkildə olmalıdır. Onu bir çox müəllimlər qoruya bilmirlər. Nəinki şagirdlər, bir çox müəllimlərdən o asılıdır. Çox səmimi olurlar uşaqlarla. Yəni sən o uşağın anası, atası, ailəsi deyilsən. Sən onun müəllimisən. Sən ona dərsli deyirsən, dərsi keçirsən, ona qiymət yazırsan və bəzi müəllimlərdə, bəzi situasiyalarda ona dəstək olursan. Bəli, indiki zamanda hər kəs müəllim ola bilmir. Bəli, məncə də hər kəsin diplomu ola bilər, amma hər kəsə müəllim deyilməz. Hmm, Nəsə bir fikirləriniz bəli, gözəl təlim üçün təşəkkürlər. Mən təşəkkür edirəm bu fikirləriniz üçün, bu düşüncələriniz üçün. Mən dəstəkləyirəm hər birinizi. Qoşulduğunuz üçün də sizə dərin minnətdarlığımı da bildirirəm. Əlavə nəsə suallarınız varmı? Siz sağ olun, siz sağ olun. Allah hamınızdan razı olsun. Çox sağ olun. Bugünkü təlimimiz də bu qədər. İnşallah növbəti təlimlərdə və canlı təlimlərdə də inşallah yaxın bir zamanda görüşərik. Instagram səhifəmi də deyim sizə. Orada da mən bir çox paylaşımlar da edirəm. Elə Zoom'da necə adım gedirsə, elə Instagramda da adım eynidir. Sağ olun. Hər birinizə təşəkkür edirəm. Özünüzdən müğayət olun. Mənim yolunda adımı, ilkimi həm sizin, həm də dəyərli müəllimlərin fikirlərini çox bəyəndim. Faydalandım. Təşəkkürlər. Mən təşəkkür edirəm. Çox sağ olun bir daha. Gecəniz xeyrə qalsın. Sağ olun. Sağ olun, sağ olun.